Salam hörmətli YouTube və TikTok izləyicilərim. Sizləri yenidən xoş gördük. Bura Gəncə şəhərdir. Gəncə şəhərində 5-ci mikrorayonda, yəni Safxoz Nizamidə 5 mərtəbəli binanın 4-cü mərtəbəsində 4 otaq, 3 otağı düzəldilmiş. Bax qarşıda təmiri zəif olan, yəni zəif dedikdə, yəni bax bu cürdür olan belə bir mənzil satılır. Hal-hazırda siz deməli vaxtilə bura 2 otaq olub, hal-hazırda 2 otağı birləşdirdilər. Bir otaqdır, zaldır, böyükdür. Hardasa 4-ün 8-ə yaxud 7-yədir, yəni bu cür böyükdür. Bura isə polu taxtadır, gördüyünüz kimi möhkəm materialdır. Bura isə balkonudur, altının 1.20-dir. İnsə mətbəxinə keçirəm. Sənədi çıxarışdır, asan qiymətdə alqı-satqı edən sənəddir. İnsə mən sizə bax bu mənzilin təmirini göstərirəm. Qiymətin 72.000 manatdır. Həqiqətən, yəni belə deyim, otaqların sayına görə, eyni zamanda Leningrad proyekti olduğuna görə bugün insaflı qiymətdir. Burası hamamıdır, 2 tonluq su bakı var. Hamamını yenidən mən sizə göstərirəm. İnsə otaqlara keçirəm. Çox yaxınlıqda 7 nömrəli orta məktəb, həmin məktəb yanında uşaq bağçası yerləşir. Bura isə bax 3-cü otaqdır. Təmirini yenidən görürsünüz. Qladovkasıdır. Bura isə deməli 4-cü otaqdır. Bina mərkəzi yolun, yəni Sultan Marketinin binasında yerləşir mənzil. Mərkəzi yolun kənarıdır. Bura isə 4-cü otaqdır. Dediyim kimi qiymətin 72.000 manatdır. Sənədi çıxarışdır, asan xidmətli alqı-satqıya gedən sənəddir, ipotekaya yararlıdır. Bax belə. İndi isə mən sizə bax otaqların iç-içə olmadığını göstərirəm. Bura deməli bir zal, deməli zalıdır, böyük zal, bir otaq, 2 otaq, bir otaq düzəldilib. Bura isə 3-cü otaqdır. Yenidən mən sizə göstərirəm, yəni iç-içə otaq yoxdur. Sizlərə uğurlar.